Deməli, salamlayıram hər kəsi. Yaxın gəl, yaxın gəl, yaxın gəl. Ümumilli lider Heydər Əliyev haqqında bir kəlmə demək istəyirəm. Bilirsiniz ki, müstəqilliyimizin qurucusu. Təbii ki, hər bir müstəqil ölkəni qurmaq üçün ilk öncə onun ordusu lazımdır. Ümumilli lider Heydər Əliyev hakimiyyətə gəlişindən sonra 94-cü ildə may ayında atəşkəs elan olundu və bu atəşkəsdən sonra orduya olunan diqqətkarlığı özünü göstərdi. Baxın, ordu quruculuğu və eyni zamanda ulu öndərimizin siyasətinin davamçısı İlham Əliyevin yürütdüyü siyasət belə burada o sözünü dedi. Baxın, hardan hara gəlib çıxdı. O atəşkəsin elan olunması bugün bizi o səviyyəyə gətirib çatdırdı ki, biz artıq torpaqlarımızı tam olaraq işğaldan azad etdik. Hər kəs kimi biz də ümumilli lider Heydər Əliyevi andıq. Allah rəhmət eləsin.